Selamünaleyküm. Buraya Lənkəran rayonu Boladı kəndi. Bu da çayın içində Cabbarov evlərin tikdirdiyi obyekti. Su anbarı. Deməli, həm qanunlarımıza görə, həm dini qanunlarımıza görə, həm kişiliyə görə suyun qabağını almaq, inkişafın qabağını almaq deməkdir. Baxın, bu su yağış sularıdır, qurun sularıdır, qalıb burada. Bu obyektdir. Burada böyük bir ambar çayın içində tikib. Ama bu kişilik sayılır. Bu büyük kişilik sayılır. Bizim dildə desək. Bu adam Rusiya vətəndaşıdır. Bizim inkişafımızı tam dayandırıb. Tam bizim kəndi idarə edir. Bu çayın ərazisidir. Necə buranı zəbt edib, baxın. Necə buranı zəbt edib. Buna icazə verən Belediyenin sədri Dadaşov Salman, onun müavini Həsənov Elmandır. Bunun qarşısını almaq lazımdır.